Tələbə üçün iş var. Mən sizə bir neçə işdən bəhs etmək istəyirəm. Zaten mütəmadi olaraq demək olar paylaşırıq kanalda. Digər variantlarla da tanış ola bilərsiniz, tələbələrə aid olan. Mən hal-hazırda başqa 3 dənə vakansiyadan bəhs etmək istəyirəm. Biri likvidlik şöbəsindədir, yoldaşlar. Bu retaildədir. Bu retail hara olmalı idi? Bu Aras supermarketlər şəbəkəsi olmalı idi. Səhv hatırlamırsınız. Bir dəqiqə. Mən sizin üçün dəqiqləşdirim. Deməli, orada var yoldaşlar. Deməli, nə işidir? Bu, likvidlik şöbəsində təcrübəçi işidir. Ödənişlər üzrə təcrübəçi işidir. Bakalavrsınızsa, yeni bitirmiş məzunsunuzsa, tələbəsinizsə, məncə siz də şansınızı sınaya bilərsiniz. Xüsusilə də son kurs tələbəsinizsə. İşi sıfırdan öyrədirlər. Təcrübə müddəti rəsmidir və ödənişlidir. Bura müraciət edə bilərsiniz. Bundan əlavə dediyim kimi başqa işlər də var. Mən o işlərdən də bağlı sizə məlumat verə bilərəm. Amma dediyim kimi o başqa işləri həmçinin kanalda da paylaşmışıq. Onlara da göz gəzdirə bilərsiniz. Məsələn, layihə koordinatoru var. Bu inanmıram sizə pul verəm. Yəni qeyd olunmayıb, amma böyük ehtimalda pul verməyəcək bu misal üçün. Amma bayaqçı verir. Bu misal üçün sizə referans verir. Sonra sertifikat verir sizə. Bir ay yarımlıq bir işdir, həftə içi günlük 2-3 saatlıq bir işdir, amma perspektivli bir sahədir, layihə koordinatoru işidir. Bura müraciət edə bilərsiniz, təcrübə toplamaq istəyən gəncsinizsə. Və yaxud da xanımsınızsa, part-time bir iş var, aktrisa animator, bəli, aktrisa animatordur, amma narahat olmayın, sizdən təcrübə də tələb eləmirlər, işi öyrədirlər sizə, 5 saatlıq bir işdir. Axşam saat 7-15-də qalmışdan gecə 11-15-də işləmişə qədərdir. 400-500 manatlıq belə bir iş var. Tələbələr də bu işə müraciət edə bilər. Amma xanım olmalısınız. Bu işlərə də müraciət etməkdə dəstəksizsə, ümumiyyətlə o həmin o işdə bəzən kişilərə də ehtiyac olur, xəbəriniz olsun. Bu işlərdə müraciət etməkdə dəstəksizsə, digər işlərlə də tanış olmaq istəyirəm. Ümumiyyətlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi siz bu videonu harada görürsünüz? YouTube-dan mı görürsünüz? YouTube-da görürsünüzsə, əlaqə vasitəsi bu videonun altında qeyd olunub. Yox, əgər TikTok-da görürsünüzsə, o halda bu videonun adının altında olan Toğrul Özüb sözünə toxunaraq Toğrul Özüb TikTok kanalına daxil ola bilərsiniz. TikTok kanalına daxil olduqdan sonra orada profildə diqqət eləsəz əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.